Mən bu qızları, mən bu xanımları, bəziləri hamıya aid eləmirəm, başa düşə bilmirəm. Bax 5 aydan tutmuş 1 ilə qədər biri ilə münasibət yaşayırsan, hər şey öz qaydasına gedir. Deyirsiniz, gülürsünüz, zarafat edirsiniz. Sən ona hədiyyə alırsan, o sənə hədiyyə verir, görüşürsünüz. Falan bəs məkan 1 il olur, deyir ki, biz ayrılmalıyıq. Niyə? Səbəb? Bəs atam qoymur, anam qoymur və yaxud da mən istəmirəm. Get mənə yaxşısını tap, get mənə daha yaxşısını tap, mən sənə layiq deyiləm. Ay insan, bunu niyə başa düşmürsünüz ki, bu mağazına satılan ərzaq deyil ki, gedib səndən yaxşısını tapsın. Siz insan niyə həyatını belə bədbəxt eləyirsiniz? Niyə insan həyatını məhv edirsiniz? Siz qadınsınız, siz qız xeyli ağırsınız, gedib birini tapıb danışacaqsınız. Bax bu oğlanlar neynəsinlər? Bax bu oğlanlar bir qızı yar yolda qoyanda hamıya aid eləmir. Deyirlər ki, oğlanlar şərəfsizdir, oğlanlar qeyrətsizdir, oğlanlar belədir, bütün oğlanlar eylidir. Bəs bizdə oğlanlar qızları tərk eləyəndə, bizi qızlar pis vəziyyətə qoyanda, bizdən ayrılanda, bizi qəlbimizi yandıranda, bizim ürəyimizi ağlatdığında, bəs biz nə deyək onlara? Bizi niyə demirik ki, onlar əxlaqsızdır, pislər, ədəbsizlər, şərəfsizlər, namussuzlar, qeyrətsizlər, biz də bunu deyək də. Və məsələ də bundadır. Deməli, oğlanları bu sözü demək olar, amma qadınları bu sözü demək olmaz. Niyə? Göydən düşmüsünüz? Nədir axı problem, nədir məsələ? Ya sevirsünüzsə sevin, ya sevmirsünüzsə vəbşə rədd olun, çıxın gedin insanların həyatından. İnsanların həyatını oyuncağa çevirmək lazım deyil. İnsanlardan belə sui-istifadə eləmək lazım deyil. Bir gün onunla, 5 gün onunla, digər onunla. Sizinki sevgi deyil. Sizinki başqa maraqdır. Bunu sevgi adı ilə yanaşdırmayın insanlara. Valla bezir insan. Belə də olmaz, Allaha and olsun, biz dərdimizi kimə deyək? Məsələn, hansı bir qız bizə atıb gedəndə biz səsimizi belə çıxartmırıq. Amma biz oğlanlar hansı bir qızı yarı yolda qoyanda və yaxud da belə deyək, onu incidəndə, oğlanlar belədir, oğlanlar şərəfsiz, oğlanlar alçaqdır. Bəs siz bizə incidəndə niyə belə olmuruq, hə? Demək o ki, sizə qarşı, biz sizə qarşı bunu eləyəndə olmaz, amma siz bizə qarşı eləyəndə bunu olar. Bu nə məntiqdir, bu nə düşüncədir ümumiyyətlə? Yəni biz dərdimizi kimə deyək, biz problemimizi kimə açaq? Vallahi olmuyor belə. Ya danışırsınızsa danış, ya danışmırsa cəhənnəm onu çıxır, ya da bizim həyatımıza. Olmaz axı belə.